Salam, hər vaxtın xeyir. Bu videoya baxan bir universitetə hazırlaşan abituriyent ola bilərsən, magistra hazırlaşan bir məzun ola bilərsən və yaxud da eyni zamanda tələbə ola bilərsən, semestr imtahanlarına hazırlaşan bir tələbə ola bilərsən və yaxud da hər hansı bir işə qəbul olmaq üçün bir imtahana hazırlaşan bir insan ola bilərsən, fərq etmir. İstənilən bir imtahan prosesindəsənsə, bu video sənin üçündür. Burada daha çox çalışacağıq ki, daha dərin və danışılmayan, daha az danışılan və yaxud da mövzulara, nüanslara toxunaq. Bu videoya baxırsansa, deməli sənin özünlə bir mübarizə apardığın hissədəsən, həyatının o bölümündəsən. İlk öncə, burada nədən deyirəmsə, səni tam anlayaraq deyirəm. Çünki mən də vaxtilə o yoldan keçmişəm və tamamilə sıfırdan, tamamilə öz qərarımla başlamışam. Təbii ki, mənim də həyatımda müqayisələr olub. Mən də bəzən elə olub ki, özüm daxilimdə özümü kimləsə müqayisə aparmışam ki, o eləyir, sən də eləməlisən və yaxud da mən də xalqın uşağı məsələsi mən də eşitmişəm. Ətrafımda da buna şahid olmuşam ki, öz uşaqlarına elə yanaşan valideynlər də var. Elə bir ailə mühitində böyüyən, hal-hazırda o sözləri eşidə imtahana hazırlaşan və yaxud da o mühitdən çıxıb, universitetə hazırlaşıb, qəbul olub, indi öz həyatında bir şeyləri yaratmağa çalışan bir insan indi imtahana hazırlaşır, amma indi iç səsində özünü müqayisə aparır kimdənsə. Bunun özü də düzəldilməli olan bir məsələdir. Baxın, mənə mesajlar yazanlarda, o mesajların içərisində belə məsələlər, nüanslar da var ki, deyirlər ki, müqayisə aparılır hazırda mənim üzərimdə, deyirlər ki, sən imtahana girməsən, belə olacaq, yaxşı, yəni girməlisən, yəni çox kəskin reaksiyalarla qarşılaşan, bununla mübarizə apara uğur qazanmağa çalışan tələbələr çoxdur səhifəmdə. Baxın, birincisi o valideynin yanaşması elə bir şeydir ki, onun ümid edirəm ki, ən tez zamanda həmin valideynlər bir yerdə ya da ki, elə özləri tək formada bunun üzərində düşünərlər. Düşünürəm ki, bəlkə də bununla da bağlı video çəkimi olar. Çox uzatmadan başlayaq biraz danışmağa bunlar haqqında. Baxın, xalqın uşağı məsələsi, bizə deyilən o cümlələr ki var, o bacarır, sən də bacarmalısan, gördüyün o neynədir, sən də eləməlisən kimi. Baxın, o cümlələrin əslində bizlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq o cümləni deyən insanlar bizim üzərimizdən özlərini uğur qazanmış kimi hiss etmək istəyirlər. Qoy sabah bir gün desinlər ki, mənim uşağım, mənim filan kəsim, filan yaxınım bura girdi, bu ixtisasa daxil oldu, öz altlarında sanki öz imzaları var imişcasına bir reaksiya göstərmək üçün, hava atmaq üçün, cool görünmək üçün o cümlələrlə sizi indidən təzyiq altına saxlayırlar. O doğru deyil. Bunu bəs həlli yolu, ancaq təbii ki, o valideynlə də çalışmaq lazımdır, o valideyndə də bir fərqindəlik yaratmaq lazımdır. Amma bu mümkün deyilsə, iş bizim üzərimizə düşür. Çünki özümüzü kənar mühitdən ən gözəl şəkildə qoruya biləcək sadəcə bizdə güc var. Biz insanların reaksiyalarına, davranışlarına idarəçilik edə bilmərik. Çünki bir yerdən sonra artıq bizim onlara gücümüz çatmır axı. Valideynə olsun, dostu olsun, tanışı olsun, hər hansı bir qohumu olsun, nə vaxta qədər sən ona deyəcəksən ki, mənə bu sözləri demə, mənə bu hərəkəti etmə. O bir müddət dayanıb saxlaya bilər, amma yenə o içində olanı çıxardacaq. Yəni bu onların öz problemidir. Bu onların daxili dünyası ilə bağlı bir mübarizədir ki, onu sizə elə negativ əks etdirirlər. Haqlı deyirlər, buna haqq vermirəm. Amma səbəbini deyirəm ki, sizə onu biraz anlasanız, o reaksiyaların, o sözlərin səbəbini, onlara qarşı daha dözümlü ola biləcəksiniz. Və siz kənara sizə təsir etməsinə siz icazə verirsiniz əslində. Siz əslində öz daxilinizdə elə bir mexanizm yarada bilərsiniz ki, o sözlərin, o davranışların heç biri sizə təsir edə bilməz və o uğuru sadəcə özünüz istədiyiniz üçün qazana bilərsiniz. O xalqın uşağı məsələsi adamı çox qıcıqlandıran bir məsələdir. Siz çox yaxşı başa düşürəm. Amma deyilir, qoy deyilsin. Vicdəməyin. Baxın, özünüzün fərqinizdəsinizsə, yəni özünün fərqində olan bir insan üçün kənarda olan, bitən, deyilən vicdə olmur, zərrə vicə olmur da, yəni ki, mənə bu deyildi. O yerə çatmaq lazımdır. O yerə çatan bir insan, yəni ancaq özü hədəfinə fokuslanır, onu heç kim incidə bilmir. Çünki bilir ki, mənim potensialım budur və mən bunu ortaya qoyacağam. Mənə belə xoşdur. Mən özüm üçün qazanmaq istəyirəm o balı. Mən özüm üçün istəyirəm o universitetə gedim. Özüm üçün o yerə çatmaq istəyirəm. Özünüzdə bunu formalaşdırın.
Formalaşdırmasanız, özünüzü elə o müqayisələrə layiq görsəniz və xalqın uşağına görə hazırlaşsanız, sizin gücünüz bir yerdən sonra tükənəcək. Valideynə, o sözü deyən sizə hər kimdirsə, o sözü deyən insana görə hazırlaşacaqsınız və siz də uğur qazananda xoşbəxt olmağınız müvəqqəti olacaq. Tam dadını çıxarda bilməyəcəksiniz. Çünki siz onu özünüz üçün qazana bilməmisiniz. Siz onu sadəcə kimlərsə susturmaq üçün qazanmısınız. Sadəcə olaraq kiməsə fəxr hissi yaşatmaq üçün qazanmısınız, amma özünüzlə fəxr etmək, özünüzü doyuzdurmaq, özünüzü uğur imzası atarkən, fərəh hissi keçirərkən özünüzü görmək üçün onu etməmisiniz deyə, siz universitetə girsəniz belə təmin olmayacaqsınız və davamlı bu period kimi təkrarlanacaq. Siz başlayacaqsınız universitetdəki semestr imtahanlarını da həmçinin etməyə. Sırf universitetdən nə bayda kəsilim, bu mənə deyilər, mən biabır olaram. Fikrin kökündə başqasına yönəlik şeylər var. Yəni özümüzə görə biz bu addımı atmalıyıq. Ən əsas məsələ, sən niyə hal-hazırda olduğun imtahan prosesindəsən? Yəni sən niyə hal-hazırda bu prosesi yaşayırsan? Bayaq dediyim şeyə görədirmi? Yəni başqalarına görədirmi? Öz həqiqətən arzun istəyinə görədirmi? Yəni sən həqiqətən də o savadlı bir dünyaya keçid etmək istəyirsənmi? Sən həqiqətən də bacarmaq istəyirsənmi? Sən həqiqətən də özünü, öz beynindəki ideyaları, imza atmaq istədiyin layihələri dünyaya çatdırmaq istəyirsənmi? Buna görəmi çalışırsan? Yoxsa sadəcə olaraq tipik Azərbaycan gənci kimi mərhələlərdən keçmək üçün hazırlaşırsan? Bunu bir dənə düşünmək lazımdır. Bunların hər biri bizim motivasiyamıza, bizim davamlılığımıza, nizam-intizamımıza, gücümüzə, dözümlülüyümüzə çox təsir göstərir. Və hər şey indidən ibarət deyil. Sənin indi hazırlaşdığın imtahanın tərkibində nə fənlər varsa, deyək ki, Azərbaycan dilidir, deyək ki, tarix, deyək ki, nə bilim, kimyadır, ya o fənlərin bəlkə də çoxunu sevmirsən, və yaxud da arasında sevdiklərin var. Deyək ki, nə bilim, universitet fənləridir, ixtisasın üzrə fənlərdir. Məsələn, mən hazırda magistra hazırlaşıram. Orada məsələn informatika, məntiq və ingilis dili var. Fənlə aşiqəmmi? Deyiləm. Fənlərə aşiqəmmi? Deyiləm. Amma mən bilirəm ki, mənim çatmaq istədiyim bir istəyim var, hədəfim var. Mən ona görə o fənləri özümə sevdirməyi seçmişəm. Sən o fənləri oxuyanda, sən o imtahana hazırlaşanda özünü sadəcə imtahana hazırlaşan bir insan kimi görsən, özünü sadəcə o fənni əzbərləməliyəm, o fənni öyrənməliyəm kimi bir yolun içərisinə salsan, sıxılacaqsan. Gedişat səni yoracaq, tez yoracaq. Ona görə də otur düşün. Mən bu dəqiqə bu kitabı niyə oxuyuram? Mən bu dəqiqə bu testləri niyə işləyirəm? Bir düşün. Hara çatmaq istəyirəm? Və o fənlər sadəcə fən deyil. Mən universitetə hazırlaşanda, plusdakı universitet imtahanlarında olanda da deyirdim ki, Mənzər, sən bu dəqiqə bu fənləri işləyirsən, mən o fənləri özümə gələcəkdəki ixtisasımın işini görürmüş kimi ötürürdüm. Deyək ki, oturub Azərbaycan dili çalışırdım, və yaxud da riyaziyyat olsun, fərq etmir. Yəni, hər hansı bir fən çalışırdım və deyirəm ki, bu mənim ixtisasımda, onda seçmişdim, az çox artıq bilirdim, haranı istəyirəm. Deyirdim ki, sən indi psixologiya sahəsinə aid bir iş görürsən, sən ona qatqı etmək üçün hal-hazırda bunu işləyirsən. Necə zövq alırdım? Zövq alırdım. Özümü bir artıq iş adamı kimi hiss edirdim. Çünki mən gələcəyimə təməl atıram axı. Sən bugün o kitabları oxumasan, sən bugün səbirli olub o materialın üzərində lazımi qədər, öyrənənə qədər qalmasan, sən əslində gələcəyindən aparmış olursan. Baxın, qəbul etməliyik ki, bizim çatmaq istədiyimiz yerlər, bizim o gedəcəyimiz məkanlar bizdən bəzi zəruri yolları keçməyimizi tələb edəcək. Mən, məsəl üçün, psixologiyanı istəyirdim. Mən istəyirdim ki, bir an öncə psixologiya aid materiallar oxuyum. Mənim dərsimin tərkibi istəyirdim ki, psixoloji şeylər olsun. Mən sıxılmışdım riyaziyyat oxumaqdan, mən sıxılmışdım dəxilsiz fənlər işləməkdən. Abituriyent olanda belə, nə vaxta qədər ədəbiyyat oxuyacağam, ədəbiyyatın mənə psixologiyaya nə dəxlisi falan deyindiyim dönəmlər olurdu. Amma inanın elə deyil. Hər şey o deyil. Dadını çıxaracaqsınız. Vaxtı gələndə o fənləri oxuyanda keçirdiyiniz sıxıntılar yerini sevdiyiniz işin materiallarını öyrənməyə keçirəcək, yəni. Bunu özünüzə sevdirməyin metodlarından biri də budur. Bir də mənim çox dəyərli müəllimim Mədinə xanım, Mədinə müəllimə demişdi ki, ondan eşitmişdim bu yaxınlarda, deyir ki, o da eşitmişdi bir yerdən. Deməli, siz bir fənni öyrənəndə imtahan prosesində sıxılmamaq üçün yeni bir məlumat
öyrənmək sevdası ilə oxuyun onu. Yəni sadəcə olaraq bu dərs imiş kimi oxumayın. Sanki siz, mən bu readingi oxudum, bu listeningə qulaq asdım. Nə maraqlı. Deməli dünyada belə şeylər də var imiş kimi acılıqla oxuyun demişdi. O da çox gözəl bir həll yoludur. Birinci mənim dediyim, işinizin təməlini indidən atırsınız və o xəyalla siz o Azərbaycan dilini, o istənilən hər hansı imtahan tərkibli materialları da oxumalısınız. Çünki siz onları oxumasanız, o ixtisasınızın dadını çıxarda bilməyəcəksiniz. O sahənizin dadını çıxarda bilməyəcəksiniz. İstənilən sürücülük vəsiqəsi almaq üçün, məsəl üçün, sürücülük vəsiqəsi almaq üçün imtahanlar var və ona hazırlaşmaq üçün də materiallar var da. Yəni görmüşəm, onun da imtahanı var özünə görə. Sən sürücülük vəsiqəsini almaq istəyirsənsə, sən həqiqətən də rolun arxasına keçmək istəyirsənsə, sən onları oxumalısan. O sıxıcı dönəmi keçməlisən. Ondan sonra sən onu o rolun arxasına keçəcəksən və zövq alacaqsan. De sorursanız ki, mən bu dəqiqə imtahana hazırlaşandakı yaşadığım əziyyəti, sıxıldığım anları xatırlayırammı? Yox. Mən indi ixtisasımın dadını çıxardıram. İndi ixtisasımla bağlı sevdiyim təlimlərdə iştirak edirəm. Ancaq psixologiya ilə bağlı məlumatlar oxumaqdan zövq alıram. Çünki mən vaxtilə həmin o fənləri məcburimiş kimi oxumadım. Fənləri özümə sevdirdim. Dedim ki, bu fənlər bugün sənin üçün adi fən olmamalıdır. Sənin gələcəkdəki ixtisasının təməlləridir. Sən daşla bir yığırsan özün üçün, gələcəyini qurursan və yaxud da belə yoluvu, cığırıvı çəkirsən və sən bunların hamısı müvəqqəti, keçicidir, sevə-sevə oxu, dadını çıxarda oxu. Pisdir ki, bilirsən də, yəni Azərbaycan dilini elə oxu ki, məsəl üçün, nitqini daha gözəlləşdirmək üçündür də, qrammatikası məsələn, ingilis dili dil biliyi artırmaq üçün oxuyursan da, yəni sadəcə imtahanda variantı düzgün yazın deyə oxusan, əlbəttə ki, adam bezər yəni bir yerdən sonra, özünüzə sevdirməyin yollarını tapın. Nə bilim, tarixi, keçmişimi bilmək üçün oxuyum. Qoy görüm mənim dövlətim hansı proseslərdən keçib, ümumi tarix olsun. Dünyadakı baş verən, keçmişdə baş verən nələr olub məsəl üçün. Bu baxış bucağı ilə oxumaq lazımdır. Fizikası, kimyası, yəni biologiyası, insan bədənini bilmək üçün, dünyadakı maddələrin arasında nələr baş verir, qoy biraz bunları bilim. Bilmək acılığı ilə oxumaq lazımdır. İmtahan prosesini sıxıcı eləyən bizim baxış bucağımızdır. Oturub davamlı formada bir də siz hədəflərinizlə bağlı xəyalınızı qidalandırmalısınız. Xəyal da bəzən sola bilir. Sizin qurduğunuz, istədiyiniz xəyallar ki var, onları Pinterest məsəl üçün, Pinterest yəqin bilməyən yoxdur. Ora girirsiniz, istədiyiniz sahəni ixtisası yazırsınız. Bu imtahan prosesinin sonunda siz hansı ixtisasa daxil olmaq istəyirsiniz? Düşündünüz? Mən bu qədər bal yığmalıyam, ancaq rəqəmi, ancaq biraz mexaniki tərəflərinə baxırıq da biz bu işin. Biraz emosional tərəflərinə gəlin baxaq. Bayaqdan əslində sizə aşılamaq istədiyim şey emosionallıq idi. Çünki biz robot kimi ancaq variant işarələməyi, ancaq əskər kimi sanki belə, bu qədər sual öyrənməliyəm, bu kitabın bu qədər vərəqini əzbərləməliyəm, mən bu fənni daha yaxşı bilməliyəm, bu. Mental ortada qalmaz ki, biraz bunun emosional tərəfinə gəlin baxaq da. Girin Pinterestə qəşəng, istədiyiniz ixtisasla bağlı, orada şəkillər də olur. Məsəl üçün, mən özümə görə istəklərim var, sahəmlə bağlı inkişaf etmək istədiyim, çatmaq istədiyim nöqtələrim var. Bu dəqiqə magistra hazırlaşıram. Bəzən elə olur, mən də sıxılıram. Etiraf edeyim də, yəni mən də insanam. Bəzən deyirəm ki, ay Allah, bu fənnin bu hissəsi çox sıxıcı oldu. Yoxda ay Allah, görsən mən bu fəndən nə qədər yığacağam. Sonra deyirəm ki, məsəl üçün, məntiqi işləyirsən, məntiqin inkişaf eləyir əslində sənin, yəni bir situasiyaya fərqli bucaqlardan baxmağı öyrənirsən və s. İngilis dilini təzədən keçirsən, ingilis dilini daha da inkişaf eləyəcək. İnformatikanın kompüter biliklərini inkişaf eləyəcək. Belə həvəsləndirirəm özümü. Sonra məsəl üçün onu eləyirəm, sonra girirəm Pinterestə. Orada məsəl üçün özüm üçün istədiyim, çatmaq istədiyim xəyala uyğun yazıram. Şəkillərə baxıram, zövq alıram, endirirəm telefonuma, ekranımda düzəldirəm özüm üçün, kolajlar düzəldirəm. Arxa planlar dolu olur. Yəni baxıram və aktiv saxlayıram. Gözümün qarşısında aktiv saxlayıram, içimdə aktiv saxlayıram. Yoxsa mən ancaq kitablara özümə boxsam, ancaq testlərin içərisində özümə boxsam, mən yolu yaxşı zövqlə davam eləyə bilməyəcəm ki. Zövq almaq, zövq hissinizi aktivləşdirmək lazımdır əslində. İmtahan stresinin səbəbi, stres nədən yaranır? Stres qayğıdan yaranır, narahatlıqdan, bilməməkdən yaranır, kənardan bizə aşılanan qorxulardan, qəlib cümlələrdən yaranır. Elə buna görədir də əslində. Başlanğıcı zaten qəlib cümlələri sizə dedim ki, məsələn, bunun yaşayanlar da olur, bilirəm onları.
müqayisə məsələləri və s. amma inanın onların belə kökü biz deyilik. Yəni onu deyən insanların əlbəttə ki, çox istəyərdim fərqindəliyi ən qısa zamanda formalaşsın. İstəsəniz istəməzsiniz. Bax buradan qulaq asıb buradan buraxarsınız. Çünki ona deyən insanlar bir gün tərk eləyəcək, yanınızda olmayacaqlar. O ixtisası seçən siz o ixtisasla ömür boyu baş-başa qalırsınız. İndi ona deyən insanlar onu anlamır axı. Yəni nə edək? Yəni anlamır. Unutmayın, bu həyatda idarə edə biləcəyiniz, nəzarət edə biləcəyiniz şeylər var, dəyişdirə biləcəyiniz şeylər var və tam əksləri. Edə bilmədiyiniz nəzarət, idarə və dəyişdirə bilməyəcəyiniz şeylər var. Siz çalışın ki, biləcəyiniz şeyləri edin. Yəni onlara enerjinizi xərcləyin. O da nədir? Özümüzük. İmtahana baxıb-bucağımıza özümüz dəyişə bilərik. Ortadakı bu müqayisə məsələlərindən təsirə düşməyi özümüzdə o mental yarada bilərik. Ancaq özümüz. O imtahana girəndə siz o imtahanı 3 saata verirsiniz. O 3 saat üçün bu qədər prosesdən keçirsiniz. Gəlin o prosesi, stres dedim axı nələrdən yaranır. O stresin səbəbini, onun dərmanı fərqli baxmaqdır vəziyyətə. Yəni biz elə bilirik ki, baxış bucağı, fikir dəyişdirilə bilməz heç vaxtı. Bu belə daş kimi bir şeydir də, forması eyni qalacaq. Elə deyil. Siz bu prosesə elə bambaşqa baxa bilərsiniz ki, bir də ayılacaqsınız ki, siz özünüz sevə-sevə belə şey deyirsiniz də, kitab oxuyursunuz, testlərinizi sevə-sevə işləyirsiniz, qrafik yaradın özünüzə. Sanki işləyir, artıq indidən o iş vibe'ına keçin, indidən o xəyalınızın içində imiş kimi davranın. Bir də olmaq istədiyiniz insan modeli nədirsə ki, hal-hazırda potensialınızı indi istifadə etmirsinizsə, biraz tənbəllik var da, o insan nə edərdi? Bu dəqiqə nə etməlidir? Siz o insan kimi davranın. Kimi davranmaq əslində o insan olmaqdır. Amma mən sizə desəm ki, gedin elə-belə bunu edin. Bəlkə də şablon kimi gələcəkdə siz onu etməyə bilərsiniz. Amma kimi etmək, Pinterestdə niyə baxın deyirəm? Pinterestdəki o görüntülər bizə o kimiliyi aşılayır. Bax, buradakı insanın duruşu, sahədəki çəkdirdiyi şəkilləri və s. psixoloq şəkili, təlim keçən psixoloq şəkili məsələ. Onlar məsəl üçün məndə kimilik yaradır. Bu şəkildə. Stres dedim. Stresi həll etmək, onu idarə etmək tamamilə sizlik bir şeydir. Onu da ki, mən inanıram ki, siz bacaracaqsınız. Bir də bayaq bir məsələyə toxunmaq istəyirdim. Bu dəqiqə yadımdaydım. Dedim ki, indi tez yadıma düşəcək. Bu prosesin qalıcı olmadığını bilin. Siz yaxın bir il sonra heç xatırlamayacaqsınız ki, bugünkü tarixdə nə həyəcan keçirmişsiniz, bugünkü saatlarda hansı qayğılar yaşayırdınız. Ona görə də yıxılmaq yönümlü yox, dirilmək yönümlü düşünün məsəl üçün. Mən bu dəqiqə illər öncə hazırlaşma çəkdiyim əziyyəti xatırlamıram, amma onun bəhrəsinin zövqünü yaşayıram. Çünki mən həmin anlarda özümə yıxmaq yerinə, özümə ayda bacarmıram, yox alınmır demək əvəzinə özümlə müqayisə eləməyə başladım. Kənarda müqayisə etmək istəmədim artıq. Bəhanələrdən qaçdım. Məsələn, bu dərsi anlamadım, müəllimin izahını anlamadım. Getdim YouTubedan, doludur dərs izahları. Başqa müəllimin həmin mövzuda izahına baxdım. Telefon istifadəsidir. Bəzən özünüzə qəddar olmazsınız. Yəni mən sizə durub burada onun da romantikləşdirilməsini danışmayacağam dostlar. Biz artıq böyük insanlarıq, müəyyən bir fikrə sahib insanlarıq. Siz əgər özünüzü bir yerdə görmək istəyirsinizsə, özünüzü qısıtlamalısınız yeri gələndə. Məhrum etməyin dünyadan. Çünki biz paralel aparmağı bacarmalıyıq da, yəni planlı, proqramlı, olğun bir insan kimi. Plus da ki, özümüzü bir qidalandırmalıyıq. Əyləncəsi olsun, bir çıxıb hava alması olsun, yeri gələndə sosial mediada istifadə etmək olsun. Sadəcə olaraq uğur qazanmaq istəyən insan bir özünə böyük kimi davranar. Siz artıq ayılmalısınız. Sizin artıq rahat bir 15-16-dan yuxarı yaşınız var. Bu o deməkdir ki, sizdə artıq şəxsiyyət formalaşması sürətlə başlayıb və davam edir. Yəni, siz etməsəniz kim edəcək? Siz etməsəniz qonşu qəlb etməyəcək. Müqayisəsini apardığınız insanlar çatacaq bir yerə, siz ancaq müqayisə apardığınız üçün qalacaqsınız orada. Bax, bunu deməyi istəyirəm, xatırladım. Yəni, bir böyük kimi davranın özünüzü, bir dirilin. Bugün Mənzər danışdı, videonu bağlayım, gedim, o deyil. Davamlı olaraq özünüzün yanında olmalısınız. Özünüzə dəstək olmalısınız. Nə qədər istəsiniz bu videonu açın, baxın. Amma anlayın ki, çatmaq istədiyim yer məndən qurban verməyə tələb eləyir. Yox, mən bunu necə verə bilmərəm. Vermə. Amma vaxtı vədəsi gələndə sonra deyəcəksən ki, məsəl üçün bunu belə edə bilərdim, amma etmədim. Bu şəkildə. Həyat davam edir. Həyat heç vaxt sabit deyil. Bu dönəm dəyişəcək. Sonsuz deyil. Bu sizə sonsuz imiş kimi gəlməsin. Sonsuzlaşdırmayın situasiyanı. Bacaracaqsınız. Sadəcə olaraq baxış bucağınızı dəyişin. Zövq alın. Bu şəkildə.
Mən inanıram bacaracaqsınız. Bu videoya baxırsan sonsuz bacaracaqsan. Uğurlar arzu edirəm. İnşallah bu videoya baxan hər kəs imtahanı gözəl verər. Növbəti mövzuda görüşənə qədər.